kəsə salam. Bu gün dərindən söhbətlərin yeni buraxılışıdır. Bugünkü mövzumuz kosmetologiyada hüceyrə səviyyəsində yenilənmədir. Qonağımız isə Nigar Bayramovadır. Nigar xanım, salam, necəsiz? Xoş gördük sizləri. Təşəkkür edirəm dəvətiniz üçün və bu gün burada olmağımdan çox şadam. Xoş oldu sizi görmək. Nigar xanım, ilk öncə özünüzü tanıda bilərsiniz? Mən həkim kosmetoloq Nigar Bayramova. Azərbaycan Tibb Universitetini bitirdikdən sonra fərqli ölkələrdə kurslar, praktikalar keçmişəm və təcrübə yığmışam. Bu gün də artıq 10 ildir Azərbaycanda fəaliyyət göstərirəm sırf estetik sahədə. Nigar xanım, mənə maraqlıdır ki, dərin nə zaman başlayır yaşlanmağa? Ümumiyyətlə biz ilk olaraq bu yaşlanma bəlirtilərini necə başa düşə bilərik? Dəri adətən başlayır 25 yaşlardan etibarən yaşlanmağa. Sırf dəri deyil də ümumi bədən və bunun ilk göstəriciləri artıq bədəndə elastinin, kollagenin azalmasından başlayır və zamanla illər keçdikcə artıq onlar bərpa olmadıqca yaşlanma daha sürətlənir və bu səbəbdən də onun zamanında saxlamaq lazımdır. Yaşlanmanı, ən azından bioloji yaşlanmanı biraz zəiflətmək və daha səliqəli belə deyim, formada aparmaq. Nigar xanım, sizcə yaşlanma genetik məsələdir, yoxsa həyat tərzidir? Belə deyim, sırf genetikanın üstünə atmaq olmaz. Orada 30% mütləq ki, genetika rol oynayır. 70% isə oynayır bizim gündəlik həyat tərzimiz. Bura daxildir qidalanma, yuxu rejimi, vitamin balansı və s. Amma təbii ki, istəsə hər kəs o genetik yaşlanmanı azalda bilər. Yəni onun sürətini azalda bilər və bu zaman mən məsləhət gördüyüm odur ki, sırf genetikanı nəzərə almayıb da düzgün həyat tərzinə yönəlməyi daha məsləhət verərəm. Nigar xanım, biz genetik yaşlanmanı necə azalda bilərik? İlk öncə nələrdən başlayaq, nə məsləhət görürsünüz? Belə deyim, 30% bizim genetikamızdan asılıdır, 70% isə bizim artıq həyat tərzimizdən asılı olur və bu səbəbdən də əgər onu azaltmağa çalışırıqsa, sırf genetikanı daha az təsir etməyimizə çalışırıqsa, insan daha çox öz sportuna fikir verməlidir, qidasına, düzgün qidalanmasına, düzgün yuxu rejiminə və bu faktorlara daha çox önəm verdikdə o zaman bizim genetik yaşlanmamız da azalır. Son zamanlar biz çox tez-tez eşidirik ki, hüceyrə səviyyəsində gəncləşmə ifadəsini. Mənə maraqlıdır. Ümumiyyətlə bu nə deməkdir? Hüceyrə səviyyəsində gəncləşmə necə olur? Hüceyrə səviyyəsində gəncləşmə çox gözəl sualdır. Onu qeyd edim ki, illər öncə bizdə gəncləşməni necə görürdülər? Yalnız səthi. Krem vurdum, hətta daha öncələr xiyar qabığı sürtdüm, kartofun dəmlədim, onun kraxmalını sürtdüm. Əvvəllər yalnız bu səviyyədə gedirdi. Bugün artıq tibb hər gün inkişaf edir gündən günə və bugün gəncləşməni mən məsələn yanıma ilk pasiyent gəldikdə sırf istəyirəm ki, hüceyrə səviyyəsindən başlayım. Çünki hüceyrə səviyyəsində gəncləşmə getmədikdə və yalnız səthi başladıqda bu zaman bizim o gənclik prosedurlarımız da uzun müddətli olmur və insan zahirən daha gənc görsənsə də daxilən onu balans saxlamaq olmur. Bu səbəbdən mən çox məsləhət görürəm ki, sırf hüceyrələrdən başlayaq. Onu da digər yəni sonralar aydınladacağam. Yəni bu deməkdir ki, bu şəkildə biz prosedurlar etsək, bizim yəni effekti daha uzun müddətli olur. Bəli, bugünkü gün hədsiz çox, yenə deyirəm, laboratoriyalarda bunun üzərində çalışırlar və çalışdıqları zaman artıq elə bir həddə gəlir ki, hüceyrələr arası balansı belə kontrol altında saxlamaq olur bugünkü gün. Və bu da bizim təbii ki, daha gənc görsənməmizə, daha gümrah olmağımıza gətirir. Məsələn, biz artıq bilirik ki, ənənəvi kosmetologiya və ya kremlərdən istifadə etmək bizi sadəcə səthi olaraq cavanlaşdıra və ya gözəl göstərə bilər. Amma hüceyrə səviyyəsində gəncləşmə dedikdə, ümumiyyətlə bunu öyrənmək istəyirəm ki, buna hansı prosedurlar daxildir və sadə dildə bunu izah edə bilərsiniz?
Bəli, hüceyrə səviyyəsində gəncləşmə bugünkü gün ən aktual mövzulardan biri ekzosomlardır, PDR-lərdir. Hansılar ki, hüceyrələr arası balansı normallaşdırır. Bioloji reaksiyaları normallaşdırır və bu zaman əgər balans normallaşırsa, o deməkdir ki, artıq hüceyrələrin daxilində belə düzgün reaksiyalar gedir və bu da bizim ümumi görünüşümüzə, ümumi əhvalımıza təsir edir. Bura amma yenə deyirəm, daha çox aiddir ekzosomlar, PDR-lər, peptidlər. Nigar xanım, artıq günümüzdə demək olar ki, hər kəs kosmetoloji prosedurlar edir, yaşından fərqli olmayaraq. Məsələn, mənim kimi erkən 20-lərində olan xanımlar və 50 yaşlı xanımlar arasında yəqin ki, müalicə metodları fərqlidir. Məsələn, hər yaş dövrünə uyğun yəqin ki, pasientləriniz yaxınlaşır sizə və deyir ki, mən üzümə hər hansı bir baxım etmək istəyirəm. Bu zaman siz onlara nə məsləhət görürsünüz? Hər yaş qrupunun öz müalicəsi mi var? Mütləq ki, daha çox təbii ki, yaş faktoruna önəm verirəm. 20 yaşlarda olan prosedurlar 25, 35, 45, 55, 65 bu yaşa görə dəyişir. Amma ki, bəzən məsələn pasient yaxınlaşır, xanımın 25 yaşı var, amma baxıram ki, dərisində kollagen tamamilə yox səviyyəsindədir. Dəri tonusu çox zəifdir, rəngi sağlam deyil. Bu zaman təbii ki, daha ciddi yollara əl atıram. Bəzən məsələn normalda 35 yaşda edəcəyim proseduru artıq edirəm 25 yaşda və bu o demək deyil ki, mən tələsirəm və yaxud da ki, pasienti riskə atıram. Xeyr. Əksinə zamanında düzgün göstərilmiş müdaxilə artıq sonralardan yaranan bir problemin qarşısını alır. İndividual yanaşırsınız da belə deyək. Mütləq. Nigar xanım, öyrənmək istəyirəm ki, hüceyrə səviyyəsində gençləşmə prosedurları olan PDR-dir, kök hüceyrədir, ekzosomlardır. Bunlar hər yaş qrupuna aid edilə bilərmi? Sırf ekzosomlar, PDR-ləri mən məsləhət görərdim 30 yaş üstü. Nəyə görə? Çünki 25-30 yaşa qədər bunlar bədən özü artıq onları ifraz edir. Ən az da olsa, düzdür, səviyyəsi aşağı da ensə, yenə də var. Amma artıq 30-35 yaşdan etibarən bunlar azalır və biz məcburuq onu. Təbii ki, kim məcburdur? Kim ki istəyir ki, daha gözəl görsənsin, daha gümrah görsənsin, həmən insanlara, həmən pasientlərə yəni bunu məsləhət görürəm. Zamanında etdikdə artıq sonralar dərin qocalmanın qarşısını alırıq. Çünki sırf hüceyrələr arası balans pozulduqda onu heç bir şey sonralar bərpa edə bilməyəcək və bəzən olur xanımlar yaxınlaşırlar artıq 60 yaş, hətta üzəri deyirlər ki, mən eləginən ki 30 yaş kimi görsənim. Bu mümkün deyil. Amma təbii ki, o xanım zamanında yaxınlaşsaydım, biz onu etap onun gəncliyini qoruyub saxlasaydıq, o həddə gəlib çatmazdı. Nigar xanım, bəs bu anlayışlar niyə son zamanlar bu qədər məşhurlaşıb? Çünki yenə deyirəm, tibb inkişaf edir və insanlar artıq geriyə çönüb 10 il öncəyə baxsaq, 10 il yox, 15 il bundan öncə yalnız insanların gözəlliyi nədən etibar edir? Biopolimerdən, süni gellərdən, insanlar sevirdilər ki, duruq baxış olsun, üz donuq olsun. Amma bugünkü gün artıq hamı istəyir təbii qocalsın. Qocalsa belə təbii qocalsın. Gözəllik standartları dəyişir. Bəli, təbiiliyi qoruyub saxladıqda və bununla yanaşı gəncliyi qoruyub saxlayırıqsa, bu mükəmməldir. Və bu səbəbdən də biz artıq o bayaq qeyd etdiyimiz kimi PDR-lərə müraciət edirik, ekzosomlara və bu da bugünkü gün çox gözəl müsbət yəni geri dönüşlər alırıq. Nigar xanım, ümumi müalicə metodları haqqında danışdıq. İndi isə spesifik olaraq PDR-in müalicəsi haqqında soruşmaq istəyirəm. Mən bildiyimə görə PDR-in deməli somon balığının spermasından hazırlanır və insan DNA-sına ən yaxın hüceyrədir. Ümumiyyətlə PDR-in müalicəsi necə olur? Bu haqqda biraz bizə geniş məlumat verə bilərsiniz? PDR-in balıq DNT-sindən alınmış bir maddədir və düz qeyd etdiniz ki, somon DNA və bu gün də artıq
kosmetologiyaya baxdıqda yetərincə çox sırf bu PDRN-lərdən geniş inkişaf həm inkişaf edib, həm də istifadə olunur və məqsəd onların istifadəsi odur ki, elastinin, kollagenin ifrazını dəridə yüksəldir. Və bu da gətirir ona çıxardır ki, dəri turquru daha güclənir, dərinin rəngi açılır və biz sırf PDRN-dən bugünkü gün yetərincə müsbət geri dönüşlər alırıq, müsbət nəticələrimizi görürük və onu da qeyd edim ki, PDRN gənc yaşlardan etibarən bunu istifadə eləmək olar və edirik də və zamanla bu PDRN artıq bəlkə də illər sonra artıq 18 yaşdan etibarən istifadə olunmağa da başlaya bilər. Çünki onun bir bugünkü gün zərərli tərəfləri qeyd olunmayıb. Elə siz qeyd etdiniz ki, PDRN müalicəsinə bir müddətdən sonra məsələn daha erkən yaşlarda başlamaq mümkündür. Amma çoxlarının düşüncəsində belə bir şey formalaşıb ki, bu müalicələr ümumiyyətlə 30-35 yaşından sonra başlanılsa daha yaxşıdır və kimsə deyəndə ki, mən 20-li yaşlarımda bu prosedurları eləyirəm, deyirlər ki, niyə bu qədər tez başladınız? Bunun qorxulu hər hansısa bir fəsadları var? Bugünkü gün onun bir qorxulu fəsadları qeyd olunmayıb. Amma yenə deyirəm, hər pasiyent individualdır, hər yaş individualdır. Bəziləri artıq 20 yaşda baxırsan ki, dərisi yaşlanmışdır, yaşından çox-çox yuxarı görsənir və onların təbii ki, qarşısı zamanında aldıqda və bu PDRN-lərdən, egzosomlardan zamanında istifadə etdikdə artıq xanım 35 yaşa gəldikdə bu qədər yaşlı görsənməyəcək və bu yaşlı görsənmək təkcə o görünüş deyil, insanın o əhvalına da təsir edir, emosional vəziyyətinə də və təbii ki, əgər seçim qarşısında qalsaq, daha erkən başlayıb da gənc qalmaq, yoxsa gec başlayıb və qocalmaq, təbii ki, mən məsləhət görərdim ki, başlayın, daha gənc qalın. Çünki insana həyat bir dəfə verilib və məncə o sırf o yaşlanmanı gözləməyə ehtiyac yoxdur. Zamanında gənc qal ki, həmişə gümrah olasan, xoşbəxt olasan və xanımlara da xüsusən onların görünüşü hər şeyə təsir edir. Onların həyatına da, həyatlarının axarına və məncə hər bir xanımın haqqıdır ki, bugünkü gün bu qədər tibb inkişaf eləmişkən gənc qalmaq olar. Son zamanlar belə iddialar var ki, egzosomla müalicələr gənclik iksiri kimi qeyd olunur və egzosomla müalicələrdə belə yaxşı tərəfi var ki, sizin dərinizdə şiş olmur, hər hansısa mənfi bir göstərici olmur. Ümumiyyətlə soruşmaq istəyirəm ki, bu egzosom müalicələr necə olur? Digər müalicə üsullarından nə ilə fərqlənir? Egzosomlar bizim normalda bədənimizdə də olur. Egzosomların məqsədi odur ki, adi belə götürsə iki hüceyrəni, onların arasında sırf o yaxınlaşma, o mübadilə egzosomların sayəsində baş verir. Və egzosom nə qədər çox olduqda, bu o deməkdir ki, hüceyrələr arası kontakt var. Və kontakt olduğu zaman balans qorunub saxlanılır. Adi su balansı bir hüceyrədə çox, digərində az olmur. Hamısında eyni səviyyədə paylanılır, elementlər eyni səviyyədə paylanılır və bu o deməkdir ki, bütün hüceyrələr sıx bağla artıq gəncləşirlər, kollagen, elastin daha çox ifraz olunduqda onlar bir-birinə ötürə bilirlər. Və egzosom illər keçdikcə azaldıqda təbii ki, bu balans pozulur. Balans pozulduqda da yenə gətirir, qocalmağa çıxardır. Və bu səbəbdən də mən çox məsləhət görürəm, egzosomlar tətbiq olunsun. Çünki bunlar dərinin düzgün qatına yerildikdə bu balans bərpa olunur və təbii ki, daha gözəl, daha gümrah görsənir. Dəri şəffaf. Bəs süni və təbii egzosomlar arasında nə kimi fərqlər var? Təbii egzosomlar bunlar artıq bioloji egzosomlar sayılır. Amma süniləri isə laboratoriyalarda biz alırıq və təbii ki, mən məsləhət görərdim bioloji egzosomlar yeridilsin. Çünki bioloji egzosomların təsiri daha uzun müddətli olur, bədən onu daha rahat algılayır və o zaman da reaksiya daha müsbət olur və yenə deyirəm, uzun müddətli gəncliyi qoruyub saxlaya bilirik. Amma
amma biolojiləri mən öz baxımdan, öz praktikamdan çox da məsləhət görməzdim. Belə bir iddia var ki, ekzosomlar dərinin kollagen istehsalını 600%, elastikliyi isə 300%-ə qədər artıra bilir. Bu sizcə də çox şişirdilmiş rəqəmlər deyil? Bu məncə hədsiz çox şişirdilmiş rəqəmlərdir. Çünki həqiqətən bizdə ümumiyyətcə xüsusən də Azərbaycanda bu marketinq sözlərinə çox önəm verilir və istər-istəməz hardasa o cümlələr işləndikdə ki, 600%, 300% insanlara maraq gəlir ki, necə ola bilər bu? Amma gəlin gerçəkçi olaq. Təbii ki, bu ekzosomlar yenə qeyd etdiyim kimi dəriyə müsbət təsir edir. Deyərdim öz praktikamdan bu günə qədər ki, kiməsə tətbiq eləmişəm, heç bir nəticə almamışam. Olmayıb belə bir hal. Hər kəsdə müsbət, az da, çox da, indi kimdə az, kimdə çox, o fərqli ola bilər və amma o qədər 600-300% mümkün deyil. Amma bir 30%, 40% təbii ki, normal vəziyyətdən daha müsbətə doğru biz yönəlirik. Biraz da dünya gündəmindən danışmaq istəyirəm. Deməli, Vogue-un bir məqaləsində oxumuşdum ki, dünya məşhurları və ulduzları NAD+ prosedurundan istifadə edirlər və bu da kollagen səviyyəsini artırır, dəriyə daha elastiklik verir, UV işıqlarından qoruyur və s. Bəs sizdən öyrənmək olar ki, NAD+ necə bir prosedurdur, nə kimi geri dönüşlər almaq olar? NAD+ koenzimdir və zamanla bu koenzim bədəndə azalmağa doğru gedir. Koenzim nədir bəs? Koenzim demək ki, hüceyrələr arası bioloji reaksiya getdikdə orada iştirak edən fermentdir, belə deyim. Məsələn, hansısa reaksiya getməlidirsə, sırf NAD-ın iştirakı vacibdir. Və zamanla o NAD-ın səviyyəsi bədəndə aşağı endikdə, bu o deməkdir ki, o reaksiyalar düzgün getmir, reaksiyaların gedişatı zəifləyir və bu da gətirir bioloji proseslərin bədəndə ümumən zəifləməyinə. Bu təkcə dəriyə aid deyil. Bu ümumi bədənin reaksiyaların getməsinin ləngiməsi deməkdir. Və bu səbəbdən artıq yenə deyirəm, tip çox irəliləyir gündən-günə və Amerikada, Avropada NAD terapiya çox uzun müddət artıq yaranmışdır. Azərbaycana deyərdim ki, son 1-2 ildə daha çox inkişaf edir, gəlib və mən bir həkim olaraq bu NAD+ xalq arasında deyilən kimi desəm, terapiyasını çox məsləhət görürəm. Amma ki, əgər sizin bədəninizdə sırf onkoloji hüceyrələr varsa və yaxud da ki, genetik olaraq siz onkologiyaya meyillisinizsə, bu zaman təbii ki, fəsadlara da gətirib çıxarda bilər. Ona görə mən heç məsləhət görməzdim ki, pasientlər gəlsin, qapını döysünlər, xüsusən də bunu qeyri-həkimlər edə bilərlər. Mənə NAD terapiyasını elə və bəzən eşidirəm oradan-buradan ki, NAD-ı alırlar, evdə gedib tətbiq edirlər. Bu hədsiz, yəni bu absurd bir şeydir mənim tərəfimdən. Çünki mən adi həkim olaraq NAD terapiya uyguladıqda mən o xəstədən gözümü çəkmirəm. Çünki ani bir yanlış davranış, ani bir xəstədən bir göz çəkmə bu çox ağır bir fəsadlara gətirib çıxarda bilər. Bir də ki, mən elə NAD terapiyasını istəyirəm, tətbiq eləyəcəm evdə və yaxud da ki, hansısa bir bilinmədiyi bir yerdə. Bu, yenə deyirəm, həyati riskdir. Həyati riskində yalnız bugün elədim, heç nə olmadı, bir il sonra heç nə olmayacaq demək deyil. Təbii ki, ondan öncə düzgün yoxlanış lazımdır. Hər şey onkomarkerlər yoxlanmalıdır. Artıq laboratoriya icazə verdikdən sonra ki, bu pasiyentə NAD+ terapiyası etmək olar, o zaman biz həkimlər də onu icazəsini alıb tətbiq edə bilərik. Amma yenə deyirəm, ümumən terapiyanı çox dəstəkləyirəm. Xüsusən də bu Hollywood ulduzları arasında geniş yayılmış prosedurlardan biridir. Amma yenə də hər şeyi kontrol altında saxlayıb tətbiq etmək lazımdır. Və NAD-ın müsbəti yalnız o hüceyrələrdə reaksiyaların getməsi deyil. O artıq başlayır ümumi bədəndə kollageni, elastin
seviyəsini çoxaltmağa, ümumi enerji balansı bədəndə artıq 4-cü, 5-ci seansdan sonra yüksəlməyə doğru gəlir. Amma yenə onu da qeyd etmək istəyirəm ki, NAD plus etdim, artıq mənim enerjim çox yüksək olacaq, əhvalım yüksək olacaq. Bu təkcə o demək də deyil. NAD plus terapiyası ilə yanaşı biz düzgün həyat tərzinə riayət etməliyik. Məsələn, NAD terapiya etdim, axşam getdim, alkoqol istifadə elədim. Bu artıq o elədiyimiz proseduru silir. NAD plus terapiyası etdim, gecə 1 saat yuxu yatdım. Artıq o elədiyimiz prosedur sıfırlanır. Bu zaman yəni ona görə mən deyirəm ki, əgər artıq insan daha gənc olmaq istəyirsə, daha gümrah olmaq istəyirsə, yalnız o ani verilmiş bir qərar deyil bu. İnsan oturmalıdır, düşünməlidir ki, mən artıq bu zamandan sonra özümə baxacağam, özümə dəyər verəcəm. Həyat zərərli vərdişlərimdən imtina edəcəm və bu zaman təbii ki, onunla yanaşı NAD plus terapiyası da çox gözəl nəticələr verir. Nigar xanım, dediyinizdən belə başa düşdüm ki, NAD plus terapiyasına başlamadan öncə gərək pasientdən müəyyən analizlər alınsın. Mütləq. Mütləq, yəni bu sadəcə gəldim yenə deyirəm, mən NAD plus terapiyası eşitmişəm, qonşuda tətbiq olunub, xanım özünü yaxşı yəni hiss edir, mən də elə olmaq istəyirəm. O çox yanlış bir fikirdir. Nigar xanım, pasient sizə yaxınlaşır və pasientə hansı göstərişlər olmalıdır ki, siz ona məsləhət görərsiniz ki, NAD plus terapiyasını qəbul edək? Belə deyim də, pasient qapını döydü, içəri girdi. Mən onun üzünə baxıb, yəni anında deyə bilmərəm ki, NAD plus terapiyası lazımdır. Amma ümumən onu deyə bilərəm ki, 25 yaşdan etibarən artıq o qocalma prosesi başlayır. Yəni bizdə artıq geri inkişaf edirik. Və bu zaman təbii ki, NAD-ın da səviyyəsi azalır. Digər elementlər necə azalırsa, NAD-ın da elə azalması normaldır. Və məsləhət görürəm. Deyirəm ki, bəli, eləsək özünüzü daha gümrah hiss edəcəksiniz, yaddaşınızda daha güclü olacaq, gümrah, belə həyat eşqi ilə oyanacaqsınız hər səhər. Bunlar mütləq ki, təsir edir. Amma yenə də o pasientin artıq seçiminə baxır. Çünki bizdə yenə özünüz də bilirsiniz ki, insanlar daha erkən başladıqda, 30 yaşa qədər hansısa bir terapiyaları başladıqda, onlar deyirlər ki, niyə eləməliyəm, qocalmamışam ki mən. Amma zamanında təbii ki, o balansı qoruyub saxladıqda 30, 45, 55 yaşlarında o qədər yəni əziyyət çəkmirsən və artıq elədiyimiz terapiyalarda daha müsbət reaksiyalar verir, daha müsbət görünüş yaranır və ümumən NAD-ı mən məsləhət görürəm, özümə də tətbiq edirəm, çox razıyam. Həyat tərzimi qıraqdan izləyənlər görür ki, mən aktivəm və mənim düzgün həyat tərzim var, düzgün terapiyalarım var, istər üzümdə, istər ümumi, yəni bütün hüceyrələrimə aid edə bilərəm bunu. Nigar xanım, mən bir şey də maraqlıdır ki, ümumiyyətlə NAD plus prosedurunun cinsiyyət fərqi varmı? Birinci sualım budur. İkinci sualım isə ümumiyyətlə bu terapiya neçə müddətdən bir tətbiq olunmalıdır və asılılıq yaradırmı? Asılılıq yaratmır. İlkin ondan başlayım. Çünki onsuz da NAD-ın səviyyəsi, yəni mən sırf bir dəfə NAD vurdum, bu ömrü gedəcək deyə bir şey yoxdur. Hər şeyin bir sonu olur, hər bir element parçalanır və asılılıq söhbəti gedə bilməz. Amma ki, zaman-zaman bunu təkrarlamağı məsləhət görürəm. Yəni bəzən olur pasient, məsələn, təzəlikcə bir pasientim vardı, deyir, elədim, bir də 5 ildən sonra gəlib edərəm. Bu təbii ki, yanlış bir fikirdir. Düzdür, 5 ildən sonra gələ bilər, yenidən təkrarlaya bilərik, amma bu illik bir terapiyadır. Məsələn, mən necə öz praktikamdan deyim, necə bunları tətbiq edirəm? 4-5 seans arası NAD terapiyanı tətbiq edirəm, həftədə bir. Sonra artıq onu keçirdirəm ayda birə. 5 prosedur bitdikdən sonra ayda birə, sonra artıq keçirdirəm onu 2 aydan birə. Bu o deməkdir ki, mən NAD-ın səviyyəsini qoymuram enməyə. İlkin təbii ki, booster dozada yeridirik. Zaman-zaman artıq dozanı azaldırıq, amma yenə də NAD-ın səviyyəsini qoymuruq enməyə. Yenə onu qeyd edim ki, əgər bir insanın zərərli vərdişləri varsa, insan məsələn bütün gecəni oyaq qalırsa, səhər 2-3 saat yatırsa, yəni onlara həmən insanlar yəni təkcə NAD-la canlarını qurtara bilməzlər bu yaşlanmadan, bu əzginlikdən, bu belə enerjinin zəifliyindən.
Bir də digər sualımda cinsiyyət fərqi var idi, yoxsa yox? Cinsiyyət fərqi onu var. Çünki Aha. kişi bədəni, kişi orqanizması daha çox enerjiyə ehtiyacı var və bu artıq bunu tarixdə göstərir, biologiyası da göstərir və təbii ki, biz qadınlarda məsələn 4-5 seansdırsa, kişilərdə mən tətbiq edirəm 6-7 seans ən az və onu digər aylarda daha tez-tez təkrarlaya bilərəm. Yaxın biohacking proseduru da çox geniş yayılan anlayışlardan biridir. Bu da hüceyrə səviyyəsində gəncləşmənin bir metodudurmu? Biohacking deməli bədəndə ümumən bütün amin turşu balansını saxlamaqdır. Antioksidantların qəbuludur, IV terapiyalara aiddir və burada yalnız inyeksiyon və yaxud da ki damardaxili inyeksiyalara aid deyil. Bura aiddir insanın bir də həyat tərzi, düzgün qidalanması, vaxt zamanında sporta müraciəti və bu ümumi bugünkü gün sırf o termini Hollywood ulduzları tez-tez istifadə edir və siz onlara baxsaz görsəz ki, hər kəsin hamısını demək olar ki, həyat tərzi çox düzgün başlayır. Səhər saat 6-da oyanırlar, günəşlə bir yatıb, günəşlə bir oyanırlar və sporta müraciət edirlər, düzgün qidalanma və bunların da artıq o gətirir, ona çıxardır ki, həyat səviyyəsi yüksəlir. Və biohackingi mən çox istəyərdim ki, Azərbaycanda da belə geniş yayılsın. Hansı termini soruşamsa həyat tərzimizə gəlib çıxır. Mütləq. Həyat tərzimizi dəyişməliyik. Mütləq. Çünki mən hətta məsləhət görərdim ki, Azərbaycanda xüsusi bir qurumlar yaradılsın ki, insanları daha düzgün yönəldə bilək, yönəltsinlər və onda və əhalinin ümumi hər bir dərəcəsi, həyat dərəcəsi qalxacaq. Nigar xanım, vurğuladınız ki, belə bir qurumlar yaransa yaxşı olar ki, biz də həyat tərzimizi, həyat səviyyəmizi yüksəldək. Və son zamanlar life coachlar, həyat coachları çox geniş yayılıb və bunlar, yəni nəzərdə tutduğunuz life coachlardırmı? Nəzərdə tutursunuz? Bugünkü gün həqiqətən Azərbaycanda baxıram, o coaching sistemi geniş yayılmağa başlayır. Amma yenə mən yəni çox pasientlərlə ünsiyyətdə olduğumdan və az da deyil o sırf sahədə mənə müraciət edənlər. Amma mən bu öz fikrimdir. Bəzən baxıram ki, soruşuram məsələn, neynədin? İstər-istəməz prosedur zamanı söhbətləşirik, dərdləşirik. Baxıram ki, bunun özünə belə tətbiq edə bilmirsə bu düzgün həyat tərzini, o coachingini, bu digərlərinə heç bir məsləhət verə bilməz və düzgün yönəldə bilməz. İnsan təbii ki, yanındakına bir yardım göstərməlidirsə, özü onu düzgün şəkildə reallaşdırmalıdır ki, bir yanındakı da baxsın ki, hə, mən də belə yaşamaq istəyirəm, daha düzgün, daha sağlam olmaq istəyirəm. Amma onları nəyə çıxartmaq istəyirəm bu söhbəti? Sırf bugünkü gün çox təəssüf ki, Azərbaycanda çox bir şey sırf marketinqin üzərində əsaslanıb, gəlirin üzərində əsaslanıb və yalnız onları güdən insanlar heç bir düzgün insanları, digər insanları yönəldə bilməzlər. Və bu səbəbdən deyərdim ki, bunlar bir sırf mən bugün qərar verdim, mən coach olacağam, bundan başlamamalıdır. Bunlar dövlət səviyyəsində proqramlaşma aparmalılar və artıq ondan sonra bir düzgün sənədləşmiş insanlar digər insanları da bu səmtə yönəldə bilərlər. Nigar xanım, bəs vurğuladınız ki, belə qurumlar olsa yaxşı olar və bəs bu qurumlardan sizin gözləntiniz nədir? Nələr etməlidirlər ki, insanların həyat səviyyəsini yüksəltsinlər? Adından bəlli olduğu kimi life coach, yəni həyat müəllimi. Həyat müəllimi birinci ondan başlayır ki, insan sağlam olmalıdır. Sağlam qidalanma. Düzgün hər bədənə uyğun olaraq ən azı bir idman tərzi seçilməlidir. Məsələn, kimsə birisi tennislə məşğul ola bilər, birisi futbola gedə bilər. Yəni sırf o düzgün insan, bizdə məsələn Azərbaycanda həqiqətən ciddi fəsadlar var. Mən bu gün çölə çıxsaq, bir çox gəncdən soruşsaq ki, sənin hobbin nədir?
heç o sualı cavablandıra bilməyəcəklər. Çünki onlar artıq uşaq vaxtından düzgün yönəlməyiblər. Düzgün insanlarla ünsiyyətə girmədiklərindən bunu özlərində araşdırıb tapa bilmirlər. Artıq insanın 30-35 yaşı var və insan bilmir ki, həyatda nəyə marağı var. Və bu məncə ciddi problemdir əhalinin. Məsələn, Avropa ilə bugünkü gün Azərbaycanı müqayisə etsək, demək olar ki, orada artıq 10-15 yaşlarında uşaqların istəkləri bəllidir. Bizdə hələ də o Formalaşmır. Məsələn, mənim o yaş ətrafımda o hələ formalaşmayıb. Və bəlkə də məktəblərdən düşünürəm bu başlamalıdır. Düzgün həyat müəllimləri olsaydı, onlar bir uşaqlarla terapiyalar keçərdilər, psixologiyalarını araşdırardılar və hər kəsə, hər individualdır bu insanlar və individual yanaşım olmalıdır. Bir də ki, bu həyat müəllimi sırf təkcə o düzgün həyatın gedişatı deyil. Təbii ki, ora aid ola bilərdi ki, həm özünə baxım, ən azı özünə qulluq və belə qurumlar yaradılsaydı, məsələn, biri idmanı ilə məşğul olardı, bir şəxsin, biri onun gəncləşməsi ilə, biri qidalanması ilə və insanlar ora müraciət etdikdə artıq həmin qurumlardan, həmin müəssisələrdən dəyişmiş formada çıxardılar. Anladım, çox sağ olun. Onu da qeyd edim ki, məsələn, bizdə necədir? Arıqlamaq istəyirəm, başlayıram dietoloq axtarmağa. O dietoloqu da axtarıb tapanda bilmirəm o həqiqətən bu işin peşəkarıdırmı, deyilmi? Psixologiyamda biraz problem yaranır, başlayıram başqa hansısa bir yerdə psixologiya axtarmağa. Mən məsləhət görərdim ki, hətta məncə çox gözəl bir ideyadır. Sırf bu peşəkarlar, bu həyat müəllimləri bir binada məskunlaşardılar və bir-biri ilə kontakt yaradaraq artıq bir şəxsin gələcəyini bərpa etmiş olardılar. Nigar xanım, belə bir şey var ki, PRP qiymət baxımından münasib bir prosedurdur. Ekzosomlar isə bahalı prosedurlardır. Mən öyrənmək istəyirəm ki, bu prosedurlar arasında qiymət fərqi var, bu okey. Amma nəticə bəs necə olur? Hansının nəticəsi daha yaxşıdır? Yenə deyirəm, 10 il bundan öncə ekzosom tətbiq etmirdik biz. Amma PRP plazma terapiya çox geniş yayılmışdı. Bugün də yayılıb, amma artıq baxıram ki, ekzosom onu qabaqlayır. Mən ümumən öz praktikamdan deyim, PRP prosedurunu çox sevirəm. Amma onun düzdür, alışı da daha rahatdır, çünki serumdur, öz qanımızdan alınmış serumdur. Nəticəsini sevdiyimdən yanaşı düşünürəm ki, hər kəs artıq 18 yaş üzəri onu tətbiq edə bilər və heç bir problem, heç bir fəsad yaratmaz. Amma ekzosomlara artıq bəlli bir yaşı gözləmək lazımdır. Çünki onu gənc bədənə yeritmək olmaz. Və ekzosomlarla PRP-ni mən müqayisə etdikdə ekzosomlardan aldığımız nəticə daha uzun müddətlidir. Məsələn, ən az 6-8 ay bir kurs terapiyadan nəticəmiz qorunub saxlanılır. Amma plazma terapiyadan isə 2-3 ay, maksimum 4 aya qədər o qorunub saxlanıla bilər. Sonra artıq yenidən biz bu prosedurları təkrarlamalıyıq. Amma plazmanı da onu qeyd edim ki, düşünün ki, bu sırf endokrinologiyada da geniş inkişaf olunub, stomatologiyada da əgər bir yaranı plazma terapiya ilə sağaldılırsa, demək ki, bu yetərincə müsbət bir aldığımız elmdə nəticədir. Nigar xanım, son zamanlar ekzosomları kosmetoloqların bir çoxu bu şəkildə reklam edir. 10 dəqiqədə 10 yaş cavanlar. Bu realdırmı? Siz mənim bu dəqiqə elə yaralı yerimə toxundunuz ki, mən belə deyim də, artıq həqiqətən mən özüm bir həkim olaraq bu absurd mövzulardan yorulmuşam, absurd marketinqdən. İnsan edə bilər bir reklam, marketinqə yönələ bilər, amma bu qədər olmaz. Çünki nəyə görə gəlirlər və
nəyə görə mənim yaralı nöqtəmdir? Çünki yaxınlaşırlar, o qədər yazırlar sosial şəbəkələrdən ki, bəs filan həkim yazıb ki, bir dənə iynə vururam 10 yaş gənclər. Mən hər dəfə əziyyət çəkirəm və konsultasiyalara da gəldikdə bu səbəbdən əziyyət çəkirəm. İnsanlara bir də yenidən başa salmağa çalışıram. Bu marketinqdir. Bunlar sırf sizə qazanc məqsədi ilə baxılır. Gəlin daha real olaq. Bu da mənim artıq zamanımı alır, gücümü alır. Amma yalan demərəm. Sırf o bir nöqtədən dərman yeridəcəyik, 10 yaş gəncləşəcəksiniz. Monaco kokteyli tətbiq edəcəyik, 20 yaş gəncləşəcəksiniz. Baby boom, baby face, Barbie. Hədsiz çoxdur bu prosedurlar və bunlar insanları reallıqdan kənar salırlar. Və təəssüf ki, bizim əhali sırf bu marketinqə yönəlli olduqlarından biz həkimlər, hansılar ki, daha çox vicdana önəm verirlər, əziyyət çəkirik. Və yenə deyirəm, xalqıma da müraciət edirəm, bu cür ucuz marketinqlərə aldanmayın. Elə bir şey real olmazdı. Əgər 5 nöqtə vuracaqdıqsa və insan anında gəncləşəcəkdisə bir gecədə, o zaman plastik əməliyyatlar olmazdı. Və onu da qeyd edim ki, bəzən plastik əməliyyatların ömrü belə 2-3 il sürməyə bilər. Bəzi hallarda. Bu da həkim səhvindən deyil, bədəndir, individual yanaşımdır. Məsələn, əməliyyat uzun müddət qoruyub saxlaya bilmir nəticəsini. Və bu halda, bugünkü gün bu qədər plastik cərrahiyyə yayılmış şəraitdə kimsə gələcək 5 dənə nöqtə vuracaq və anında gözəlləşəcək. Elə bir şey yoxdur, elə bir deyim yoxdur, elə bir reallıq yoxdur. Doktor, gəlin onda ekzosom prosedurunu biraz da izləyicilərimizə aydınlaşdıraq. Tutaq ki, ekzosom prosedurunu elətdirdik. Biz həmin dəqiqə nəticə alacağıq və ya nəticə almağımız üçün neçə müddət gözləməliyik? Belə deyim, ekzosom bir maddədir, özünüz bilirsiniz, bir həcmi var. İstər-istəməz onu dəri altına yeritdikdə anında istər-istəməz ödəm verir, biraz dəri hamarlaşır və pasiyent artıq qapıdan çıxdıqda bəncə mənə də deyirlər, çox dəyişdim. Mən onu həmən insanlara da daha real yanaşmağı sevirəm. Deyirəm, yəni bu sadəcə olaraq hal-hazırda vurduğum maddədir. Sizin əsl üzvünüzdəki təsir 7-8 gün sonra başlayacaq. Və bu ödəm çəkiləcək, dəri başlayacaq orada zaman-zaman regenerasiya getməyə, elastinin səviyyəsi başlayacaq artmağa və bu prosedurlar artıq 4-5 seans təkrarladıqdan sonra istədiyimiz nəticəyə gəlib çıxa bilirik. Amma yenə də deyirəm, istədiyimiz nəticə o demək deyil ki, insanı gördüm, sonra tanımadım. Yəni sadəcə olaraq dəri daha baxımlı olacaq, daha gənc görsənəcək, gümrah və real gözəntilər olsun. Real gözəlliklər. Bəzən deyirlər, pasiyent gəlir, bir prosedur eləyir, üstündən bir 5 gün keçir, mənə yığır, deyir ki, bəs dəyişməmişəm axı. Deyirəm, siz nə kimi dəyişiklik gözləyirdiniz? Deyir, üzüm dəyişməyib. Deyirəm, mən olsa sizin üzünüzün dəyişməyinə bir şey eləməmişəm. Mən sadəcə olaraq sizin dərinizin sağlamlığını qoruyub saxlamağa çalışmışam. O da elə hallar az olmur. Çətin olur mənə. Damardan verilən gənclik kokteyli olan IV prosedurları son zamanların yenə çox məşhur prosedurlarından biridir. Ümumiyyətlə buna hansı prosedurlar daxildir? Nə kimi müalicələr olunur? Nə kimi gözləntilərimiz olmalıdır? Biraz məlumat verə bilərsiniz? Mən IV terapiyaları çox sevirəm. IV terapiya nə deməkdir? Onu da biraz deyim, izləyicilərimizin bir informasiyası olsun bu barədə. Bura sırf aiddir amin turşu balansı bədəndə, vitamin balansı, antioksidantlar və bunlar hamısı sistem şəklində tətbiq olunduqda istər-istəməz bunların böyük bir müsbət təsiri olacaq bədənə. Burada enerji balansıdır, ümumi bədəndə gəncləşmədir, insan özünü daha gümrah hiss edir, daha belə həyat dolu olur. Çünki bütün elementlər qaydasında olduqda və insanlarda depressiv hallar da çox az olur. Yəni sırf mən görməmişəm ki, kimsə düzgün şəkildə IV terapiyanı istifadə eləsin, tətbiq eləsin və həmin insanlarda yəni o bugünkü gün desək mood düşkünlüyü çox az olur. Və mən dəstəkləyirəm kim artıq bu yolda
yoldadırsa, düzgün yoldasınız, davam edin. Sırf glutatyonlardan, vitamin C-lərdən, amin turşlardan geniş inkişaf edin. Amma ki, təbii ki, həkim nəzarəti altında evdə alıb getdim, tibb bacısı çağırdım, elmi dildə deməsək sistem qoyduq, amma belə olmasın. Təbii ki, düzgün klinikalarda, düzgün hospitallarda müraciət edin, bu terapiyaları uyğulayın, mütləq müsbət nəticələrini görəcəksiniz. Doktor, bəs bu terapiyalar anti-aging effekti verir, yoxsa ümumi sağlamlıq üçün xeyirdir? Təbii ki, əgər düzgün IV terapiyaya yönəldikdə, o istər-istəməz ümumi elementlərin balansını qoymayacaq düşməyə. Yəni düzgün balanslı şəkildə elementlər qorunub saxlandıqda, bu da anti-aging nəticəsi verəcək. Anti-aging onsuz da nə deməkdir? İnsan niyə qocalır? Çünki bədəndə elementlər azalır, adi götürsək koenzimlər azalır, amin turşuları, vitamin azlığı və bu da başlayır hüceyrələr daha az qidalanmağa, daha az qidalandıqda başlayır hüceyrələr büzüşməyə. Bu da gətirir qocalmağa çıxardır. Nigar xanım, keçən dəfə sizin klinikaya gəldikdə pasientlərinizə kollagen müalicəsi də tətbiq etdiyinizi gördüm. Kollagen boosterların effekti necə olur? Kollagen boosterları mən onları da dəstəkləyirəm. Əgər özüm tətbiq edirəmsə, ümumiyyətcə mən bir terapiyanı, bir gəncliyə qarşı bir terapiyaları tətbiq edirəmsə, onları mütləq ki araşdırıram və onların bədənə bir mənfi təsiri olmur. Və kollagen terapiyanı niyə dəstəkləyirəm? Çünki mən artıq pasientin dərisinə bəzən əl vurduqda onu hiss edirəm. Bu artıq illər bir mənə verdiyi bir dəyərdirmi? Yəni özüm artıq onu hiss edirəm də dəriyə toxunduqda. Və bu zaman mən bəzən pasientlər deyir ki, sırf gəl üzümə kollagen edək, tətbiq edək. Mən deyirəm, mən bu üzə nə qədər kollagen tətbiq etsəm də bədəndə onun balansı çox az olduqdan istədiyim nəticəni ala bilməyəcəm. Həmin pasientlərə yönəldirəm birinci kollagen booster terapiya. Yəni booster terapiya nə deməkdir? Kollageni yüksək dozada tətbiq edirəm bədənə. Sonra artıq onu yenə enerji terapiya kimi balanslı etap balanslı şəkildə saxlayıram. Və kollagen boosterın ən müsbət tərəflərindən biri odur ki, sırf kimlərdə oynaq problemləri var. Məsələn, oynağı fırladıqda hiss edirlər ki, sanki nəsə xırçıllayır. Və bu pasientlərə, yəni ilk o terapiyanı məsləhət görərəm. Nəinki üzdən daha gəncləşməni, yəni onu ikinci etapa salsalar daha məsləhət verərəm mən. Kollagen booster terapiyadan bu günə qədər edib də narazı qalan və heç bir nəticə görməyən olmayıb. Və artıq 5 seansdan sonra deyirlər, doktor, mən məsələn daha rahat hərəkət edirəm, elə bil ki, oynaqlarım daha yüngül olub. Və ümumiyyətcə bu qədər tibb inkişaf etmişkən insanlar özlərinə qarşı haqsızlıq etməməlidirlər. Haqsızlıq etməməlidirlər nə mənada? Gəncliklərini qoruyub saxlasınlar, özlərinə baxsınlar. Çünki artıq demək olar ki, sağlam qalmaqdan ötürü, gənc qalmaqdan ötürü bugünkü gün tibb, ətraf bizə hər şey verir. Doktor, kollagen bir neçə növü var. Məsələn, toz şəklində olur, tabletka şəklində olur. Bunlarla da biz eyni nəticəni ala bilirik. Mən bir həkim olaraq və bunu araşdırmış həkim olaraq deyə bilərəm ki, təbii ki, anında qana köçürülmüş kollagen daha müsbətdir, daha uyğundur. Nəinki biz o kollageni qəbul edirik, o düşür mədəyə, mədə fermentləri altında onların çoxsu parçalanır və normalda məsələn qana keçməli idisə 100% keçir 10%. Qalan 90%-i mədədə parçalanır, mədə şirəsinin təsirindən parçalanır və təbii ki, əgər bir pasientin bu bir də maddi baxımın da, maddi tərəfini də nəzərə almaq lazımdır. Çünki bunlar bir ucuz terapiyalar sayılmır. Əgər onu bir kəs özünə icazə verirsə, təbii ki, mən məsləhət görərdim anında booster dozada damara qana yeritmək. Kollagen booster 4-6 seans
seans aralıqda təkrarlanır və digər terapiyalar kimi, məsələn, qlutatiyon, amin turşuları tətbiq etdiyimiz kimi NAD, bunlar da artıq zaman-zaman ayda bir, 2 aydan bir, 3 aydan bir təkrarlansa çox gözəl olar. Doktor, bəs ən şişirdilmiş prosedurlar hansılardır? Hansı ki, ya nəticə alınmayıb, ya hələ ki o şişirdildiyi qədər nəticə hələ ki gözlənilmir. Mənim üçün şişirdilən prosedurlar o prosedurlar sayılır ki, yenə deyirəm, gəlin nəsə bir dənə iynə vuracaq, vitamin vuracaq, 10 yaş gəncləşəcəksiniz, özünüzü güzgüdə tanımayacaqsınız və photoshoplar edirlər, fərqli-fərqli, hədsiz çox qabağıma çıxır və pasientlər gəlirlər həmin şəkillərlə mənə ki, görürsüz kimsə gedib harasa və bu cür dəyişib. Mənə maraqlı gəlir ki, insanlar məsələn o photoshopları necə görməyə bilərlər. Yəni anında görsənilir. Və həmin şəxslər, onlar düşünmürəm həkim olsunlar. Həmin şəxslər təbii ki, insanları aldadırlar, onların inamından istifadə edirlər. Bu zamanda təbii ki, insanlar sonra artıq zaman-zaman başlayırlar digər gerçəkçi həkimlərə inanmamağa. Qaldı ki, digər prosedurlara hansı ki nəticə verir, hansı nəticə vermir. Bəzən olur ki, bir adi egzosomu götürək, bir pasiyentə tətbiq edirik, 10 gündən sonra gəlir, özüm də görürəm ki, nəticəsi möhtəşəm olur. Digər pasiyentə eyni egzosomu tətbiq edirik, nəticəsi daha zəif olur. Bu bədən də hər dərmana individual yaraşır. Necə adi baş ağrı dərman istifadə edədikdə, biri eyni dərman istifadə edir, anında 30 dəqiqə ərzində baş ağrısı keçir. Digəri o həmən tabletdən 3 dənə də istifadə eləsə heç bir nəticə verməyəcək. Bunlar da eynidir və düzgün proseduru bir pasiyentə tətbiq etməkdən ötürü siz artıq o pasiyenti tanımalısınız. Onun dərisi nəyi sevir, onu bilməlisiniz, onu özünüzdə qeyd etməlisiniz. Məsələn, 5 il bundan öncə bu pasiyent mənə müraciət etdikdə filan hansısa prosedurları elədim, hansısa şirkətin məhsullarından istifadə elədim və gözəl nəticələr aldım. Və artıq o pasiyenti bilirsiniz ki, bu hialuron turşulu yönəlmək lazımdır və yaxud da ki, kollagen yönümdən yönəlmək lazımdır. Bu hər pasiyentdə individualdır. Amma mənim bir çox pasiyentlərim var ki, məsələn, mənə müraciət etdikdə 25 yaşları var idi. Bugün artıq 30-35 yaş aralarında həmin xanımlar. Onlarda mən nəyə fikir verirəm? Zamanında biz düzgün müalicələri, düzgün terapiyaları başladığımıza görə hal-hazırda bir qocalma görmürəm. Özüm də hətta bu hala sevinirəm və onlara özüm deyirəm ki, sizin bir 50-60 yaşınız olduqda sizdən kitab yazacağam. Necə qocalmağın qarşısını zamanında aldıq. Onlara da söz vermişəm ki, mütləq ki, sizin haqqınızda məqalələr yazacağam. Nigar xanım, şişirdilmiş prosedurlardan danışmışkən, Türkiyədə bir müddət çox məşhur olan, populyar olan bir prosedur var, NMN, hansı ki Şeyma Subaşı bu prosedurdan istifadə etdiyini demişdi və Türkiyədə bu çox populyarlaşmışdı. Bu da o şişirdilən prosedurlara aiddirmi? Şişirdilən prosedurlara aid eləmək deməzdim. O da adi NAD plus terapiyasıdır. Sadəcə olaraq biraz fərqli yöntəmlə, yenə deyirəm, reklam xarakterli. Bir də həmən şəxs Türkiyədə sevilir, artıq bir bəlli bir inamı var və insanlar onun dediklərinə daha çox güvənirlər. Amma halbuki o terapiyanı digər müəssisələrdə də, digər xəstəxanalarda da tətbiq edirlər. Eyni nəticələri alırdılar. Həmən xanımın, həmən şəxsin daha çox ətrafı geniş olduğundan, daha çox izləyicisi olduğundan təbii ki, onun dedikləri belə Türkiyədə sensasiya yaratmaq gücündə idi. Nigar xanım, Şeyma Subaşı Türkiyədə məşhurdur. Bizdə isə Röya Ayxan məşhurdur. Hansı ki, siz də onunla bir video paylaşmışdınız prosedur etdirdikdə. Mənə çox maraqlıdır. Röya Ayxanın həmin videosunu görüb də sizə yaxınlaşan pasiyentləriniz oldumu və eyni proseduru etdirmək istəyən?
Röya xanımın prosedurlarını özünü necə sevirlərsə, təbii ki, bir çox insan mənim də ətrafımda, onun da ətrafında düşündülər ki, sırf Röya xanıma tətbiq olunubsa, mütləq ki, təbii ki, Röya xanıma biz pis bir prosedur tətbiq edə bilməzdik. Birincisi o, mən onu şəxsən hədsiz çox sevirəm və xalqımız da onu sevir və özü də özünə hədsiz çox dəyər verdiyindən istifadə olunan dərmanları, istifadə olunan hansı şirkətdən bu alınıb, onların hamısına diqqət edir və təbii ki, Röya xanımdan sonra sırf mən bildim hansı videodan söhbət gedir. Düzdür, Röya xanımla biz tez-tez ünsiyyətdə oluruq, prosedurlar edirik, amma sırf o ilk dəfə o çıxılan videoda o prosedurlara çox müraciət olundu. İnsanlar artıq heç o proseduru tətbiq etmədən sevməyə başlamışdılar. Bizə də ondan elə, bizdə də elə qəşəng nəticə olacaq. Təbii ki, qəşəng nəticələr əldə elədik və Röya xanım sağ olsun ki, bizə belə bir dəstək oldu. Bir də ki, dünyanın hər bir yerində olduğu kimi məşhurların təsiri az deyil. Bir də ki, bu məşhur xalq tərəfindən sevilən biridirsə. Nigar xanım, son artıq suallarımıza keçmək istəyirəm. Praktikada həkimlər bir neçə müalicəni birlikdə kombinə şəkildə istifadə edirlər. Bəs sizin ən çox kombinə şəkildə istifadə etdiyiniz müalicələr hansılardır? Mənim də kombinə şəkildə istifadə etdiyim müalicələr heç az deyil. Amma təbii ki, burdan öz sirlərimi, öz işlədiyim texnikaları demək istəməzdim. Çünki hər bir həkimin öz dəsti xətti var. Mənim də özümə məxsus dəsti xəttim var ki, pasientlərə tətbiq edirəm, onlardan çox gözəl geri dönüşlər alıram və bu artıq mənimlə pasiyentimin arasında qalmış bir sirdir və heç pasientlərim məncə özləri istəməz ki, bunu mən indi aydın şəkildə bürüzə verim. Ona görə bu mənim qoy bir sirrim olsun, həkim sirrim olsun. Buna sayğı duyuruq. Nigar xanım, bəs öyrənmək istəyirəm ki, bu tip müalicələrə nə vaxt başvurursunuz? Pasient sizə ilk yaxınlaşanda artıq kombinə müalicələrə başlayırsınızmı? Məsələn, daha çox belə deyim də, booster terapiya mən bunu adlandırıram. Pasient gəlir ki, məsələn, mən bir aya toyumdur. Nə etməliysə çox gözəl olmalıyam. Həmin halda bəli, bir gündə booster dozada terapiya uygulaya bilirəm. Hansın ki, məsələn, digər zamanlarda mən onu 2-3 seansa bölüb edə bilərdim. Və olub belə hallar az deyil, amma yenə deyirəm, orada bir zaman itkin varsa, məsələn, bir çox zaman xaricdən gələn pasientlərim gəlir, deyir ki, mən bir dəfə yanınıza gələ biləcəm. Bugün gəlirəm, artıq ikinci gün gələ bilməyəcəm. Həmin halda mən yüksək dozada düzgün seçilmiş dərmanlardan istifadə edirəm, hansılar ki, bir-birinə əks göstəriş deyil və nəticələrim də yetərincə uğurlu olur. Nigar xanım, kosmetoloqları iki yerə ayırıram mən. Sırf dərini müalicə edənlər və sırf gözəlliyə fokuslananlar. Bəs siz hansısınız? Mən belə deyim də, bəzən olur ki, pasient yaxınlaşır, deyir ki, mən dodaq formamı dəyişmək istəyirəm, yanaq formamı dəyişmək istəyirəm, amma həmin pasientin üzündə hədsiz çox səpkilər olur, aknelər olur, akne izləri olur və mən bir həkim olaraq düşünürəm ki, və həmin pasientlərə də məsləhətim budur ki, təbii ki, birinci o daha çox gözü narahat edən məqamları aradan qaldıraq. Nəinki bu dodaq həcmini daha da çox böyüdək və yaxud da ki, yanağa forma verək, çənəyə forma verək. Təbii ki, mən pasientlərimə öz həkim məsləhətimi verirəm və sağ olsunlar ki, demək olar ki, hamısı məni dinləyirlər. Etap-etap getdikdə, məsələn, birinci mən onların dərisini müalicə edirəm, dərisini gözəlləşdirirəm və sonra artıq başlayırıq estetik dəyişimlərə. Amma, məsələn, mən məsləhət görməzdim ki, əgər sizin dərinizdə problem varsa, dəri rəngi zəifdirsə, turqur yoxdursa, məsələn, mən bir dənə dodaq eləyim və bundan gözəl olacam, xoşbəxt olacam. Elə bir deyim yoxdur. Hər şeyin öncəliyi var. Mənim üçün də öncəlik dərinin gözəl olmağıdır. Doktor, sizi bugün çox yorduq. Ona görə də son sualımı vermək istəyirəm. Yormadınız, amma verə bilərsiniz. Son sual olsun. Doktor, deməli, kosmetoloji prosedurlar etmək, gözəlləşmək əlbəttə ki, çox cəlbedicidir. Amma həyat tərzimizi də
bir neçə dəfə vurğuladınız ki, dəyişmək lazımdır ki, bu gözəlliyi nəticə ala bilək prosedurlarla da. Bəs sizin sırf özünüzün tətbiq etdiyiniz life hacklər varmı? Mənimlə və izləyicilərimizlə bölüşəsiniz? Mən onu məsləhət görərdim ki, sırf estetik həkimə müraciət etmədikdən öncə birinci evdə olan rutin var. Düzgün dəriyə qulluq. İndi yəqin ki, siz artıq mən həyat tərzindən bu gün çox danışdım bir life coach kimi, amma unutmayaq ki, mən estetik həkiməm. Əslində məsləhət görəcəyim ən önəmli məqamlardan biri budur ki, evdə düzgün şəkildə dəriyə qulluq etsinlər. Bura üzə dəriyə düşən miseller sudur, düzgün serumlardır, düzgün kremlərdir və yalnız gəldim həkimə, iynə vurdum, bundan sonra da qocalmayacağam, dərim daim təmiz, pürüzsüz qalacaq. Elə bir şey yoxdur. Yəni bu sistem şəklində aparılmalıdır. Sırf evdə də olunmalıdır. Yəni evdə qulluq, sonra artıq həkimə gedirsiniz, həkim qulluq etməlidir. Çünki həkimdə siz gedirsiniz maksimum ayda 2 dəfə demək olar ki, hətta bəzən olur ki, ayda 1 və digər günlərdə mən dərimi təmiz saxlamayım, dərimə makiyajla yatım, keyfiyyətsiz tonal kremlərindən istifadə edim və hiperallergen dodaq boyalarından istifadə edim və sonra da həkimə gəlim deyim ki, axı mən bir ay bundan qabaq inyeksiya eləmişdim, dərim niyə gözəl olmadı? Elə bir şey yoxdur. Heç bir kitabda elə bir şey yazılmayıb. Təbii ki, əgər gözəl görsənmək istəyirsinizsə, bunu artıq siz həyatınıza rutin şəklində tətbiq etməlisiniz. Ondan sonra artıq elədiyiniz digər müalicələr də estetik həkimlərdə sizə kömək olacaq, sizi daha da gözəl göstərəcək. Nigar xanım, çox təşəkkür edirəm. Mən təşəkkür edirəm. Bugünkü söhbətimiz çox xoş oldu. Mənə də çox xoş idi. Təşəkkür edirik ki, gəldiniz, həm söhbət oldunuz bizlə. Təşəkkürlər edirəm. Gələrik yenə. İnşallah sizi digər videolarımızda da görərik. İzləyicilərimizə isə digər videolarımızda görüşənədək deyirik. Sağ olun, hələlik.